Salam, bugünkü mövzu miqren və miqrendəki müasir müalicə üsullarından danışacağıq. Nevroloji klinikində eyni zamanda dünya genəlində sıx rast gəlinən xəstəlik olub. Sadəcə baş ağrısı demək deyildir. Miqreni özəlliklə olaraqdan qadınlarda daha sıx olmaqla 25-55 yaş arasında sıx rast gəlinməkdədir. Auralı, aurasız miqren, epizodik və xronik miqren formaları mövcuddur klinik olaraqdan. Dedik ki, miqren sadəcə baş ağrısından ibarət olmayıb, bir sıra simptomların toplumundan ibarətdir. Ona görə də miqreni fazalara bölmək gərəkirsə baş ağrısından əlavə olaraqdan prodromal baş ağrısı başlamadan öncə bəzi simptomatik əlamətlər topluluğuna rast gəlmək olur ki, bunlar hansılar? Prodromal dövrdə halsızlıq, narahatlıq, susuzluq, iştah artışı kimi, yorğunluq kimi əlamətlərlə özünü göstərə bilməkdədir. Eyni zamanda aura dediyimiz dövrdə isə növbəti fazasından bəhs etmək gəlirsə, aura fazasında görsəl auralar daha çox üstünlük təşkil etməkdə olub. Bunlar ziqzaqlar, parlaq işıqlar, qara nöqtələnmələr və yaxud da ki, bədən üzvlərinin böyük, kiçik, ətrafdakı əşyaların böyük, kiçik formada görsülməsi olsun, motor defisitlər formasında olsun, 5 dəqiqədən 60 dəqiqəyə qədər uzanan bir sürəci, keçici olan bir sürəci əhatə etməkdədir. Baş ağrısı dövründə isə baş ağrısı hafif ağrılardan başlayıb gedərək şiddətlənən, tək tərəfli olan, zonqlayıcı xarakterdə, orta şiddətdə bir baş ağrısıdır. Səsin, işığın rahatsız edici özəllikləri vardır eyni zamanda bu baş ağrısının. Baş ağrısından sonraki dövrdə isə 2 günə qədər uzanan xəstələr həmən toparlamış, öz normal vəziyyətinə qayıtmış olmur. Bunlar yuxululuq istəyi, halsızlıq, diqqət əksikliyi formasında ortaya çıxmaqdadır. Hər fazası hər xəstədə eyni şəkildə, eyni zaman aralığında görülməz. Bəzi fazlar keçə bilər, yəni heç üstü olmamış kimi ola bilər və yaxud da daha uzun çəkib, daha belirgin formada ortaya çıxa bilməkdədir miqren klinikasında. Burada əsas miqrenin qıcıqlandırıcıları olaraq saydığımız kofeinin çox istifadəsi olsun, hava dəyişikliyi olsun, menstruasiyon siklusu olsun, spor dəyişikliyi, alkoqol istifadəsi, aclıq, bəzi yeməklər, bəzi qoxular, gün işığı, stres kimi durumlar olsun. Bunlar özü də prodromal fazın əlamətləridirlər. Miqren özü miqren atağı və bu ataklar arasında keçən zamandan ibarət olan bir döngüdür. Genetik hipereksitabilitenin olması da, burada genetik yatqınlığın olması, anada, bacıda, qardaşda, əkizində olması, eyni zamanda ətraf çevrəsəl faktorların təsiri ilə miqrenin ortaya çıxması, klinikinin olması görülməkdədir, yatqınlıq yaratmaqdadır. Qısaca miqrenin neyrofiziologiyasına dəymək gərəkirsə, burada əsas olaraqdan prodromal dövrdə hipotalamik aktivliyin görüldüyü, aura fazında isə artıq kortikal depressiyonun yayılması hesabına ortaya çıxan nöroloji inflammasyona bağlı olaraqdan ortaya çıxan dilatator peptidlərin və onların hesabına korteksdə oluşan ağrının yayılmasından ibarətdir. Miqrenin müalicəsi dediyimizdə ələ alınması gərəkən akut dönəm müalicəsi vardır, bir də profilaksik dönəm müalicəsi vardır. Akut dönəm müalicəsində məqsəd əsas ağrının şiddətinin və sıxlığının azaldılması, eyni zamanda hətta mümkündürsə təkrarlamaması, ortadan qaldırılması və 2 gün içərisində 24-48 saat içərisində də təkrarlanmamasından ibarətdir. Burada akut dövrdə istifadə etdiyimiz müalicə formaları non-steroid dediyimiz dərmanlar və triptanlar özəllikli olaraqdan, eyni zamanda kofein və antiemetik dərmanlardır. Non-steroidlər astisalsik turşusu, diklofenak, ketorolac, ibuprofen kimi, naproxen kimi dərmanlarkən triptanlar olaraqdan da hızlı, zamanında tez təsir edənlərdən tutmuş subkutan variantda sumatriptan və yaxud da ki, intranazal formada zolmitriptan və yaxud da uzun təsir etməsini istəyiriksə 26 saata qədər təsiri davam edən fruvatriptandan bəhs etmək olar. Dopaminerjik etki ilə simptomları ortaya çıxdığı bulantı, qusma, aşırı əsnəmə kimi, həddindən artıq əsnəmə kimi durumlarda isə antiemetiklər metoklorpramid santral etkili olduğuna görə bir də periferik etkili olan domperidondan istifadə etmək mümkündür. Kofeinin özünün birbaşa analjezik təsiri olmasa da qastrik pH-ı düşürərək və motiliteyi artıraraqdan analjeziklərin etkilərini hızlandırmaqdadır, tezləşdirməkdədir. Triptan bənzəri etki ilə 5-HTF1F reseptor aqonisti olan lasmitan son illərdə müalicədə istifadə olunan miqren müalicəsi olub. Bunun əsas triptanlardan özəlliyi, ayıran xüsusiyyəti ondan ibarətdir ki, triptanlarda dərman istifadə sayısının önəmli olub və çox istifadədə rebound baş ağrısı yarada bilirkən, lasmitanda bu vəziyyətin olmaması, eyni zamanda vazokonstriksiyon etki göstərmədən, vazokonstriksiyon təsiri olmadığına görə güvənli olaraqdan təzyiqli və kardiovaskulyar riski olan xəstələrdə də istifadə edilə bilməkdədir. Dərman seçimi edərkən xəstəyə komorbid xəstəliklərinə diqqət etmək gərəklidir. Ona özəllikli olaraqdan dərman seçimi edilə bilər. Məsələn, xəstənin təzyiqi, ürək-damar xəstəlikləri varsa, beta blokatorlardan istifadə, miqrenlə bərabər, miqrendə beta blokatorlardan istifadə
seçim daha düzgün olacaqdır. Depressiyonu, anksiyetesi varkən antidepressantlardan, epilepsi ilə birlikdə prezentə olan miqrendirsə antikonvülsivlərdən və yaxud da ki, ailəvi hemipleji miqrendirsə verapamildən istifadəsi, obezitesi olan bir xəstədirsə toporamatdan istifadəsi uyğun olacaqdır. Eyni zamanda xəstədə olan komorbid xəstəliklərin də nəzərə alınaraqdan bəzi dərmanların seçilməməsi və yaxud da seçilərkən diqqət olunması gərəklidir. Məsələn, diabetli xəstələrdə beta blokatorların, astım olanlarda beta blokatorların istifadə etmək olmaz. Triptan aşırı istifadəsi ola biləcək xəstələrdə antidepressan seçimi zamanı da diqqət olunmalıdır. Antidepressant istifadə olunan xəstələrdə aşırı triptan istifadəsinə yol verilməməli serotonerjik sendromun ortaya çıxmaması üçün. Miqren profilaksisində müasir yanaşmalar dediyimizdə nələr nəzərdə tuturuq? Özəlliklə dedik ki, bayaq miqren patofiziologiyasında CGRP üzərindən etkisi artaraqdan CGRP peptidinin artımı hesabına korteksdə nöroinflammasyon və vazodilatator maddələrin, peptidlərin salınımı hesabına trigeminavaskülər odaqda trigeminavaskülər olaraqdan yayılan inflammasyon və buna bağlı olaraq da ortaya çıxan baş ağrısı atağıdır. Görə də müalicəsində də CGRP üzərindən təsir göstərən CGRP antikorları olaraqdan bu liqanda bağlanaraqdan təsirini göstərən qalsinizumab, eptinezumab, framenezumab kimi dərmanlardan istifadə olunmaqdadır. Qalsinizumab və framenezumab subkutan olaraqdan ayda bir istifadə olunarkən eptinezumab isə 3 ayda bir IV yolla istifadə oluna bilən CGRP liqand antikorudur. CGRP antikorları, inhibitorları dediyimizdə bu müalicə üsulları enjektor formasında olandır. Eyni zamanda gepantlar CGRP-nin birbaşa özünü blokada edən kiçik molekular dediyimiz antagonistlərdirlər. Atogepant, rimegepant həm miqren atağında, həm də miqren profilaksisində istifadə olunan dərman müalicə üsullarıdır. Atogepant günlük olaraqdan alınan oral tabletkən, rimegepant isə gün aşırı bir gündən bir alınan həm ataq, həm də profilaktik müalicə üsuludur, tablet formasında olan. Eyni zamanda ataqda istifadə olunan gepantlardan ubregepant və zevegepant nazal sprey formasında olan digər müalicə üsuludur. Yeni müalicə üsullarındandır. Biz bu miqren müalicəsi dediyimizdə triptanlardan, CGRP antagonistlərindən, gepantlardan danışdıq. Bunların hamısının özünün miqrendə öz yeri vardır. Triptanlardan istifadə edərkən xəstələrdə vazokonstruksiyonu nəzərə alınmalı, komorbiditesi, hipertansiyon və kardiovaskülər riski olan xəstələrdə seçim edilməməli. Eyni zamanda bu müalicədə dərman istifadə sayısının nəzarətdə saxlanılmalı ki, daha sonrasında dərman çox istifadəsinə bağlı olaraqdan rebound baş ağrısı ortaya çıxmasın. Lasmitanda dedik bənzəri reseptor olmasa da, digər reseptor üzrə 1F üzərindən təsir göstərsə də, vazokonstruksiyon təsir etməməsi ilə triptanlardan fərqlənir. Ancaq burada da dərman qəbulundan sonraki 8 saata qədər uzanan yuxulluq halı, sərsəmlik halının olması da nəzərdə dərmanın dezavantajından olan bir təsirdir. Gepantlarda isə bu kimi təsirlər olmayıb, trigeminavaskülər sistem üzərindən təsir göstərərəkdən güvənli olaraq ataq müalicəsində həm profilaktik müalicədə istifadə oluna bilməkdədir. Yəni belə yan təsirlər nə vazokonstruktiv, nə yuxulluq halı yaratmadığına görə güvənlə istifadə oluna bilməkdədir. Biz CGRP antikorlarını, reseptor blokörlərini, antagonistlərini seçdiyimizdə Beynəlxalq Baş Ağrı Dərnəyinin önərdiyi budur ki, ay ərzində 4 dəfə, ən az 4 dəfə miqren atağının olan bir xəstə olsun, epizetik və kronik miqreni olan bir xəstə olsun və digər müalicə üsullarından istifadə etməyən xəstələrdə seçilməsini tövsiyə edərkən, Avropa Baş Ağrı Federasiyası isə bunu ilk sıradan etibarən seçməsini tövsiyə etməkdədir. Nəticə etibarilə miqren müalicəsinin olması, bu yeni müalicə üsullarının göstərilməsi və uğurların qazanılması, ölkəmizdə olan miqrenin müalicəsi yoxdur mifinin aradan qaldırıldığını göstərməkdir. İkinci bir durum isə önəmli bir sağlıq problemi olan miqrenin insan həyat keyfiyyətinin üzərindəki ciddi təsirlərin aradan qaldırılmasını göstərməkdədir.